zəll olmuş. Gələ həyatımmış olsun. Bildin də, Əfruz sağ olmamış. 58 manatlıq fenimi xərab edib. Cehizdə gətirmişdim mən onu. Pul ver gedəm özümə fen alım, tez ol. Ya bula, 58 manata xeyir ol, mən fen almalıyam sən. Elə onu alınca girib çimərəm, başı solu çıxaram, heç qurulamaram. Soyuq olar 20-25 manatla canım qutarar da. Münasib yaxşı da, bəs də. Yumurtalarımız da yiyib, 3 dənə yumurta qalıb orada. Neyse, bu yumurtanı ki yiyirəm ha. Nə ki şey, laf 5 dənə olsun. Traktora qalxdım, düşdüm, əriyir gedir. Bəlkə 2 dənə qaz yumurtası vurasın. Yox. Niyə? O qaz kəsilməyəcək. Mənim babamın yadigarıdır. Ay qız, babamı kəsmir ye. Deyirəm yumurtaları heç olmasa yeyək də. Yox, o qaz kəsilməyəcək. Mən onun pişməyini görəm, mənim ürəyim partlayar. Aynısı. Birinci o qazı tuturam. Bax, isti su qaynadıram. Basırım, tüşlərin yonduğum. Qəşəng onu atıram suya, biraz pörtləyir. Sonra tavanı götürürəm. Qəşəng patron yağı səpirəm tavaya. Qazları düzürəm. İstiyordum, tuzun, biberin qoydum. Ağzım bağladım, qoydum demə. Qıraqda düyü süzürəm. Qəşəng düyün həlimindən içəcək, düyünlə qoyuram demə. İkisi bir vaxtda hazır olur isə, başı çəkirəm dövrəyə. Qazları düzürəm isə. Elə yeyirəm onu. Elə deməli mi? Mən şişəyə bütün əsəbdən bədənim səpdiyi. Qazın adını çəkmə bildin? İnciyərəm ha səndən, bax yenə deyirəm, pis inciyərəm. Mənə bax o qazı yemək istəyirsənsə, əyri ağız qardaşın arvadı var ha. Onu bu evdən qov. Başı qarabdır. Məni qardaşımla qazın arasına qoyma. Birdən deyirəm, nəfsimə güz gələnmərəm, eynisə. Yiyərəm yox qazı. Dedim yox da, dedim yox. Məni çox istənsə yox. Yaxşı. Hələlik yumurta ilə başımı qatım. Deyəsən sağ olmamış durdu. O gün olsun, öz xarabasında yuxudan dursun. Partlayırsan az. Sənin sağlığı elə xarabamda yatmışam, xarabamda da dururam. Ləllə, sağ durmayasın. Necəsiz qardaş? Sağ ol. Meydanı görməmisiniz? Necə meydan? Meydan evdə yoxdur ki. Necə yoxdur? Haradadır ki? Gəlməyib. Dünən toya getdi, hələ gəlməyib. Yəqin toydan 10 maaşa baş veriblər ona. Özünə yol pulu düzəldib, gedib Bakıya. Meydan başa düşdü ki, bu evdə o artıqdır. Amma bu hələ başa düşməyib. Kim artıq da az? Meydan məni burada qoyub heç vaxt Bakıya getməz. Bildiniz? Kül sənin boş ver, sənin üzündən gedib də özündən. 100% gedib birini tapıb. Baba dəqiq oturublar. O adam ona meyvə doğrayır, verir, o da yeyir. Yox. Partlayırsan. Öyle danışdın ki, laf mən də Bakıya getmək istədim. Gicləmə də. Az qardaşımın dalınca da. Şimdi bir dəqiqə deyən görüm nə deyir bu hündüşkə sifəti? Ay dəmə quşu, sənin üzündən gedib də. Dəyişilir misin? Nə qədər eyni sifəti görsünlər. Ay yazıq. Mənə deyirsən o sözü? Hökümə deyirəm. Az mənə bax, ağlının üzərində getməsin. O məni sevir. Nə puf özü. O vaxtı o bizə elçi gələndə atam başlıq parası istəmişdi 3500. Qəpiyinə kimi verdi meydanı. Elə bir maşının için ödənişini verib də. Nə olsun ki? Ne oldu? Münasip. Hatta sen ne 50 ma borcu almışsın? Bak bak bu 50 ma ben borcum. Ben 50 ma direkt verdiyersen. Münasip. Dur bacıma ne derim? Arabın toyda. Toy dağlarından sonra hamı çıtı etti. Bir daha dem çıtı. Ben dedim sen kal. Sen sonra gözümü çıkın. Gündem. Münasip öyle değil mi lan? Değil mi? Hala bacağı çantal. Şimdi çay pulu atır başımın üstüne diyor çal. Ben de durum. Diyor çal. Çıkın. Diyor çal. Ahırıncı puluyla toyda tuttum. Münasip çıkıttım derdim. Unut bunu. Dolar, Türk lirası, hamıcından var. Şunu da bilin. Ben de münasip ya. Verdim sana borcumu. Ben tane açtım. Meydan qardaş, deyirəm ac olar sizə, gedim sizə bir dənə qaz yumurtasından qlazok ödəyim, 2 qardaş oturun yiyin. Özüm mən eləyəcəm hər şeyi. Hə, bacı, gəl mənə kömək elə. Biz mehriban ailəyik. Bu ev də sizindir, bizimdir, ikimizindir də, olmadı ki. İndi bacı oldumaz. Bayaqdan meydanı daha önce danışmırdın sen. Mən bu Nasifin ölmüşün and olsun yox. Mən niyə öldürsən ki? Münasip. Yeminle ben. Afroç. Tacillat olabildiği için sana pardon. Tıraca. Gel. Meydan, yorulmuşsan, yoxsulsan. Gel yerimize yatak. Afroç, dedi bula ya. Urut dolar, urut pulu, hamıcından var. Dedim her çay bula. Gel kişi diye bir gecede jackpot'u vurup. Gel bari. Urut pulu, dolar. Gel bari. Gir içeri. Patladız ki. Öl elə, öl. Neyse, komşunun torpağı var. Gelin ben de onu şumlayayım gelim. Nə oldu da? Bir
dənə maşın məndə var, bir dənə maşın səndə var, bir dənə maşın məndə var, bir dənə maşın səndə var. Buradan 30 kilometrə sizin kəndə var. Gedək orada sürək ləzzətli. Gedək orada sürək ləzzətli. Gedək sürəkin orada ləzzətli. Bir dənə bacı məndə var. Az yaşa, Bir dənə az. bacı məndə. Eşidirsən? Nə olub ki? Bacın ölüb bəyəm, sən paltar sərirsən. Az vəziyyət çəkmə, yo. Ay qız özün. Az yox, nöşün nə olub, nə olub? Heç sən nə olacaq, nə Nə olacaq? əliyağa düşmüsən ki? Az bacınam da. Mənim sana baş kim var ki? Bacınam da. bacı Qoy oldu. kömək eləyim də sənə də. Elə nə olar ki? Qoy kömək eləyim. Targoviya gedəcəyik. Targoviya? Hə, meydanla danışdıq. Şirkətdəsiz də yəqin ki. Hə, biz də arada gəlib gedərik bayram üçün zat üçün. Lazım deyil. Nə var? Sıxlıqdır. Yo, yo. Tıxacdır, tıxac. Gəlib elə bir yerdə oturarıq da. Yo, əziyyət çəkməyin ki. Az bacı deyirik, nə olsun, nə olsun. Bacı oldu. Əfi, deyirəm meydan qardaş evə nə qədər mane ilə gəlib? Küllü miqdardadır. Mani nədir? Az pul da. Hə, sən nəyimə qalıb? Nəyimə lazımdır ki? Çoxdur. Pul qurtarmır, pul. Əşkinazdır evancaq. Sayır qurtarmır ki pul. Yazıq meydana yuxu tutdu yatdı. 50 mini keçib yəqin. 50 mini keçir. Az belə deyib pullar. Qabaq var idi, palaz boyda. Toçun ondan. Tək olsun, Tək olsun deyə olub da, nəyimə lazım tək Gör nə deyirəm. Şaxta baba deyim ki, bayrama. Doğrudan gələrik sizə. Gəlmə bizə, yox. Sizə Şaxta baba münasib olsun. Mən də qarı qız gələ oynayaq. Yox. Bacım üçün də nə olsun? Yox, münasib Şaxta baba demişəm. Ay qız sürpriz eləyək də. Yox. Meydan qardaş üçün nə olsun? Demə bizi gəlirik ki. Sözümün canım deyir, nə olub ki? Heç nə, bir sən də deyirəm. Meydanın halal xoşu. Halal xoşu bacı, bir sən niyə? Ömrü boyu bu nağara çala-çala əziyyət çəkib də. O dəfələri da üz vurmadım. Girdim elə eski içəri. Nə oldu qulaq var? Özün batırdım. Ölülər, ömrü belə sırqa özünə həssas qalıblar. Şübhəkanda. Eşidirsən? Gördüm barmaqları qabar-qabardı. Onun halal xoşu. Heç yadımdan çıxmaz, inanırsan. Birinci dəfə meydana o nağara çubuqlarını, nağaranı, o nəlbəkiləri zadı, kasanı zadı münasib alıb. Özü birinci toya gedəndə biz qonşunun toyu idi. Getdik gördük nə? Meydan çıqqıdı, raqqıdı. Elə ürəklə belə çalır ki. Hə, yazıq anası ya. Deyirəm, fikir ver, biz həmişə mehriban olmuşuq. Biz də. Biz haçan mehriban olmuşuq, haçan olmuşuq. Ömür boyu mənim dalımca danışmısan da. Həmişə gözləmirsən ki, kətdə yas olsun. Gedib oturub yasda mənim dalımca danışasan ki, qurtarmayan. Ay qız, yox, ay qız, onu sənə kim deyir, dilindən vursun ilan. Amin. Kim deyir, ilan dilindən vursun. Kim qabağıma çıxıb mənə deyib ki, o ev Nisən evdir, nə edəb çıxmırsınız o? Nə? Onu sənə kim deyib? Az bu günə tapşırmışam o adamı. 6-cı günə. Hər günə, həftənin hər günə. Ona da bizim aramızı vururlar. Ayı bu deyə. Ay qız, mən sənə tüvüysəm də sümüyü atmaram. Bizim aramızı vururlar da. Ömrü boyu bilmirsən cəmaatı. Bildim mən. Az onda biz Bakıya gedəndə paltarları qəşəng yuarsan, sərərsən. Yaxşı. Nöşələmirəm. Orada doludur, atmışam hamısını şkafdadır. Az nöşələmirəm. Nə istəyirsən ver yuyum. Onda mən gedəm pulun davamını sayım. Görüm nə qədər əşkinazımız var. Sən bunları sərbacı qurban. Yaxşı. Get. Əşkinazlar. Biri sən əşkinaz deyirəm ya. Sən baba belə. Mən acıq verdim. Hə, get. Saxla. Gördün qardaşın gülü neylədi? Qardaşın gördün neylədi? Eşitmirəm. Hadi saxla da. Gel söndürürüm. Saxla. Söndür onu. Köpək qız, nə istəyirsən yenə? Gəl bura. İşimizi görək də. Hə, Gördün qardaşın neylədi? pulu deyirsən? Ay sağ ol. İnanırsan işləyək onu fikirləşirəm ki, aynıca. O pulda bizim də haqqımız var. Əlbəttə var. Bəsdir də. Qoy mən də yaşamaq istəyirəm də. Mən də ailəyəm də. Mən də kimisən qızıyam da. Ada bəsdir də qardaşıma nəlbəki aldın, verdin, kostyum aldın, verdin, suşi çubuqlara. Bütün ev suşi çubuqları deyə. Bunlar hamısı pul deyə. Gedin də ondan pul istə, görün verir. Dünən mənə pul lazımdır, iş qurmaq istəyirəm. Ada o pulu götür, get Lovo traktorunun ilkin ödənişini ver. İşte qazan, dolanaq da, pulamız qalsın sənə də. Ata bəs də hümbət görmüsən neyini? Yox. Hümbət aldı bir dənə bundan. Aha. Qaz vurub qazan doldurur. Traktor məsələsi ağlıma batdı ya. Hə də, elə də, canım elə də bunu da. Eşidirsən? Əfrus bir sənə deyib. Nə deyir? Deyib kasıb kimi burada yaşamaqdansa, Hə. gedirik Bakıda oliqarx kimi yaşayaq. Bunlara bax, heç nə bizə deyib bizə lazımdır. Qudurublar bunları. Bakıya gedirlər. Tarık Manisa. Mən meydandan danışarım. Sən narahat ol. Elə də. Gəl otur gedək, gəl. Gedək də orada. Hə, gəl. Meydan. Gedək Bakıya. Bura bizim qalacağımız yer deyil. Gör kim qalmaq istəyir, qalsın burada. Biz burada qalası adamlar deyilik. Ay. Kim qalır, qaçın. Bir də çıxa lazım da. Hə. Can qardaşım, hara gedirsiniz? Bakıya. Deyirəm Bakıya. Bana münasib qardaşım, bir ev var ha. Mənə düşən payda verirəm ki, çox namıd. Deyirəm Bakıya. Deyirəm,
Bilirsiniz necədir, biz burada qalmaq istəmirik. Siz qalın, yaşayın, şəhərdə Çermekdə ev alacaq, orada qalacaq. Ayda, gedin də əziz bacı, nə olar? Darxacıyıq, burada sizin evinizdə. Yo, gedək, bizimki Bakıdır. Az qala bilmirik, ürəyimiz sıxılır. Gör nə deyirəm, Nisə, sən bilirsən, mən səni çox istəyirəm də. Nisə, gələ bu yüzü bayramda nəsə alarsan özün. Doğrudan, çox sağ ol. Borcumuzdur. Ayda, amma gedməsinlər də, nə olar? Qalın da qardaşım. Ay, deyirəm bacı, gətir. Yolçun yolda gələ. Salam melek. Meydan necəsən qardaş? Tanıyamadım Ha? canım. İndi tanımazsan da. Dünən toyda içib başına pul səpən oğlanın qardaşıyam. Pulları bura görüm. Nə pul? Nə pul? Pul? Anca pul. Necədir nə pul? Ha, qardaşım içib evin remontun pulu. Xəstəxananın pulu, toyun pulun hamısını gətirib səpib başına. Pulları bura görüm. Nasıl dəyir bir-birinə? Düzdür də, qaytarın da cəmaatın pulunu. Bir dəqiqə deyən, siz belə pul yeyirsiniz, haramçılıqla. Vallahi haramçıl tayara gidəm orada nəlbəçilərdə nağarada vırımı çamaya qaqa. Ay, sən eləmə qaqa. Də yüzümü atmayayım sənə. Hətta qamın üstündən xəritəmişəm. Qolağını düzəldən. Yəni cəmaatın pulunu qaytar. Sənin neyvə lazım? Sənin neyvə lazım?